Azərbaycan Dövlət Aqrar Universitetində 2025-2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. Yanvarın 5-dən etibarən start götürən imtahanların obyektiv və şəffaf keçirilməsini təmin etmək məqsədi ilə universitetdə imtahan qərargahı və apellyasiya komissiyası yaradılıb və fəaliyyət göstərir. İmtahan sessiyası zamanı açıq ictimai nəzarət təmin olunur. Valideynlərin, kütləvi informasiya vasitələri və ictimaiyyət nümayəndələrinin imtahan prosesində iştirakına şərait yaradılıb. Tələbələrin bilik və bacarıqlarının daha dolğun və ədalətli qiymətləndirilməsi məqsədi ilə imtahanlar test və yazılı formada təşkil olunur. Universitetin rektoru Zəfər Qurbanov imtahanların gedişini yerində izləyərək tələbələrə uğurlar arzulayıb. Rektor bildirib ki, imtahan sessiyasının yüksək səviyyədə keçirilməsi üçün bütün texniki və təşkilati tədbirlər əvvəlcədən görülüb. Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetində payız semestrinin imtahan sessiyası 6 fevral 2026-cı il tarixinədək davam edəcək.